Səhər tezdəndən bu yana hamı mənə ki, qaqa, bu xəncəl söhbəti nədir? Bir nəfər paylaşıb belə elə. Deməli, girdim qardaşın səhifəsinə. Bütün şəkillərinə falan heç birinə baxış gəlmir. Özü kababçıda, hansısa restoranda işləyir. Xahiş edirəm, hamı diqqətlə qulaq asın. Gəlib mənim burada kafedə bir dənə piti zakaz edib, bir dənə çiftə zakaz edib tək canına. Bir dənə nə bilim, bütün 4-5 cür yeməkdən hamısını da açıb burada bərbad edib, neysə, özü bilər. Bura yoxlamaya gəlib, bilməm nəyə gəlib, başım çıxmır. Deməli, deyir ki, bu xəncəl, nə bilim, içinə toyuq əti vurublar, nə bilim, içinə ciyər vurublar, nə bilim, ağciyər vurublar, nə bilim, nə vurublar. Birincisi, burada müştərilərin bir-bir stollarını mən gəzdirəm, hamıdan sual verirəm, soruşuram. Nə problemimiz var, nə də əyrəşiyimiz var, hamısını bir-bir mən müştərilərlə danışıram. Bu sən etdiyin kişi, açığı deyim ki, kişinin çörəyinə bahis olmaz. Bu sən etdiyin şərdir. Mən heç bir videoya reaksiya bildirəm, amma istədim ki, bunu çəkim. Sən özünü tanıtdırmazsan, bu video tutub, İlyasdan prim tutub, Dalıcanda bir dənə də öz şəkli paylaşımsan ki, bir like atsınlar, neynəsinlər. Bu şeylə qabağa getmə, sənə bir məsləhətim o da. Mən bütün videolarda çəkəndə, bütün cəmaatın yanında da çəkirəm. Sən Allahım, bax qardaşım, sən üzr istəyirəm. Bu xəncəlimizdə bir problem var. Bax, balon başına dönərəm. Bütün müştərilərlə mən burada özüm yaxınlaşıram da, sualımı da verirəm. Nə deyirlər? Hə, xidmətin zəifdir. Bu sözü dönən gecəyə qədər mənə deyiblər. Bilirdim də ki, zəifdir. Amma kuxnan balazı idi, ona görə kuxnan da böyüdür. Və bütün hər şey də burada cəmaatın göz qabağındadır. Babam, mətbəxim, hamısı göz qabağında. Bütün müştərilərdən də xahiş edirəm. Gələndə, yağımdan tutmuş hər şeyizə baxın. Nəyə baxırsınız, baxın. Baxın, hamı da yetsin, indi cəmaatın üzünü göstərmək istəmirəm. Gələndə hər şeyə bizə baxın. Görün, bəlkə bir maşın yağı verirəm orada. Bir baxın, çox xahiş edirəm. Mən öz uşağıma buradan rəva bilirəm, buradan yeməyi aparıram. Xəncəli aparıram. Dünənlərimdə öz uşağıma mən xəncəli aparıb vermişəm. Mən əclaf adam deyirəm ki, durum uşağıma zərəri ziyanlı şey yetişdirim. Biz zibil yağdan hazırlanan bir şey verir. Bir kəlmə deyirəm, kişinin çörəyinə bahis olmaz. Özün restoranda işləyirsən. Əgər kababçılığıyla tanınmaqsınsa, gəl qardaşım mənə deyirəm ki, mən də bu istəyirəm cəmaat gəlsin, kababın dadına baxsın. Mən də bir qardaşım sənə bir köməkli eləyim və yaxud da nə eləyim. Kişinin çörəyinə bahis olmaz. Gəl, ən azından laf tutaq ki, nə bilim, bir səhvən bəlkə kimsə ortaya nəsə yerləşdirə bilir. Yaxınlaş mənim qulağıma denən və yaxud da burada cəmaatın içində deyir ki, qaqa, bu səhvim var, bunu düzəlt. Düz yola gətir də məni. Nəysə, prosto deyirəm ki, ayıb olsun, bir Azərbaycanlı olduğuma görə mən başqa söz deyə bilmirəm. Çünki Azərbaycanlılar mənim ürəyimdir. Bizim millət bizi qabağa çəkməyə xoşlayır, birbirimizi qabağa çəkməyə xoşlayır. Belə şeylər mi? Burada cəmaat hamısı gəlir, şot verir. Artıqlamasına, aksentlarıma da çay boy verirlər. Hələ bir özləri mənə də xoş söz deyirlər. Mən də yaxınlaşıb belimi büküb onlarla görüşürəm. Belə bir xoş ab-hava var burada. Sən gəlmişsin, kameradan baxım, gəlib nəyəsə araşdırırsan ki, licbi nəyəsə tapasın. Heç belə bir Azərbaycanlıya yaraşan hərəkət etməmsən, xəncəlimə də cavabdəyəm. İstəyirsən 1500 adamla gəl, qoyaq, amma cəmaatın içində hər şeyini araşdıraq, hər şeyini yığışdıraq, qoyaq bura. Bütün hər şey, bax, göz qabağındadır. Bax, təzə də menümüzə Naxçıvan qovurması daxil olur. Siftəsini burada qardaşlar eləyir, hələ ki deyirlər, əladır, indi görə zayımız çıxmasa, onda davamını verəcək. Hər kəs dəvət edirəm kafemizə, təmizliyindən də, nəyindən də, kuxunam da göz qabağında, açıqdadır. Liboy yerə girin, bax, hamıya aid. Sağ olun, var olun.